Rəhman və Rəhim olan Allahın adıyla salam, xoş gördük sizləri, əziz müsəlman bacı və qardaşlarımız. Bu günləri keçən səfərki mövzumuzun davamı olaraq və yeni bir ayə Quran-ı Kərimdən onun barəsində danışacağıq. Bu ayə Bəqərə surəsinin 153-cü ayəsidir. Allah Teala bu ayədə bizlərdən istəyir ki, Allahdan səbr və namazın vasitəsilə köməklik diləyək. Ümumiyyətcə Quran-ı Kərimdə səbrin barəsində təxminən 70-ə yaxın ayələrimiz var və bu ayələrdə Allah Teala insanları səbrə səsləyir. Mübarək Ramazan ayı da səbr ayıdır. İnsan bu ayda səbr eləyir və səbrin də mükafatını inşallah həm bu dünyada, həm də axirətdə görəcəyik. Alimlərimiz, ümumiyyətcə əxlaq alimləri səbri 3 hissəyə bölüblər və insanın bu 3 yerdə səbirli olmağını istəyirlər və təkid edirlər ki, insan bu 3 yerdə səbirli olsun. Birincisi, itaətdə səbr. İtaətdə səbrin mənası budur ki, yəni insan Allahın qanunlarına ki, əməl eləyir. Məsələn, Ramazan ayının orucu, vacib olan orucudur. Bunun özünün bir çətinlikləri var. Ramazan ayının orucunda müxtəlif çətinliklər olur. Məsələn, Ramazan mübarək mümkündür yayın isti vaxtlarına düşsün və yaxud da elə bir şərait insan üçün yaransın ki, orucda biraz çətinliklər yaransın. Bu zaman deyirlər ki, itaətdə gərək insan səbirli olmuş olsun. Yəni, həmin o ki, itaət edirsən Allahın əmrinə və orucu tutursan, o zaman da itaət, səbirli ol ginən itaət zamanında və bunun mükafatını alacaqsan. İkincisi, günah zamanında. Günah zamanında insanın səbirli olmağı lazımdır. İnsan nəfsani istəklərinə uymamalıdır, həmin o günahın arxasıca getməməlidir. Çünki günahın ləzzəti müvəqqəti bir şeydir. Bəzi vaxtlarda görürsən ki, insanlar çalışırlar ki, bir günah iş görsünlər. Bir günah iş görsünlər, amma onun ləzzəti nə qədərdir, qalıcılığı nə qədərdir? Günahın ləzzəti ani bir şeydir, yəni keçib gedən bir şeydir. Amma bunun çətinliyi, bunun sonraki aqibəti, bunun insana vurduğu sonraki zərərlər bəlkə də bir ömür boyu insan üçün qalır və qiyamətin günündə də buna görə insanlar cavab verməli olacaqlar. Və səbrin digər bir hissəsi bundan ibarətdir ki, insan müsibətlərin qarşısında səbirli olsun. Yəni, hər hansısa bir xoşagəlməz hadisə baş verən zamanda insan öz səbrini saxlamalıdır, səbirli olmalıdır, təmkinini qorumalıdır və nəfsin deyil, ağlın ona dediyi sözlərə, istiqamət verdiyi yerə getməlidir və ağlın ona dediklərinə əməl etməlidir. Bəzi vaxtlarda müsibət zamanlarında, yəni hər hansısa bir xoşagəlməz hadisə zamanında, insan yaxınını itirən zamanında və yaxud da digər xoşagəlməz hadisələr ki, çoxdur bu dünyada, onlarla insan üzləşən zamanda görürsən ki, səbirsizlik göstərir. Hətta bəzi vaxtlarda küfrə aparacaq sözlər belə işlədir. O zaman da buyururlar ki, insan səbr eləsin və səbrin vasitəsindən Allahdan köməklik diləsin. Əgər biz bunlara doğru bir şəkildə əməl etmiş olsaq, əgər doğru bir şəkildə bizlərə göstərilən yola əməl etmiş olsaq və Quranın bizlərə buyurduqlarına doğru bir şəkildə əməl etmiş olsaq, mütləqdir ki, biz bunun mükafatını həm bu dünyada, həm də axirətdə görəcəyik. Allah sizləri və bizləri səbr edənlərdən qərar versin. Sağ olun, Allahın amanında qalın.